Onlar çünkü bu saxtakarlıqdır. Qonaq elə şey deyirlər. Kimdir qonaq? Hamısı biz. Görmüsən, Qolumu bırak da yaxşı, qolumu bırak. Olsa mən bərkimmişəm, mənə fərq eləmirsə boğazımı boğ. Boğazımı boğ, mənə fərq eləmir, mən bərkim, bəni bərkidirsiniz. Gəlsinlər deputatlar da soğan. Mən soğan çörək yeməkdən mənim mədəmdən ağzımdan qan gəlir. Ağzımdan qan gəlir. Başa düşürsəm 250 manat pul alıram. 250 manat pul alıram. Onu da 112 manatını kreditə verirəm. Soğan çörək yeməkdən mənim mədəmdən qan gəlir. Ağzımdan qan gəlir. Gəldi, kim idisə Milli Məclisə gələnlər Çinlilər idi, yumuq gözlər idi, haradan gəldilər bilmirəm. Bir topa şəkil də çəkdirdilər. İstədim soğanın birində gələn qonağa atam. Amma polislər gəldi mənə aparmağa. Odur gəlir. Niyə tək gəlib bu? Niyə tək gəlib bu? Tək gəlib, polis tək gəlibdir. Polis gəldi, gedir indi o bir polisləri qarşılamağa. Dedilər ki, gələcək yuxarıdan deputat gəlib sənə məsələni həll edəcək. Ramiz Mehdiyevi məsələsi həll olunur bu dəqiqə. Ramiz Mehdiyev güya vətənə xəyanət edib, İlham Əliyev. Vətənə xəyanət edib, düzdür, xalqa xəyanət edib, amma səni dəstəkləyib. Səni dəstəkləyib. Səni qoruyur. Səni hakimiyyətdə saxlayır 22 ildir. Bu saxtakarlar məclisi Ramiz Mehdiyev belə formalaşdırıb. Onun köməyi ilə sən burada oturursan, bunları saxtalaşdırıb. Görək indi kim çıxacaq. Gəlsinlər, soğanı yesinlər. Budur, bax, soğan. Soğanı çırpdım, dağıtdım. İndi qalanlar da oradadır. Gəlsinlər, bu deputatlar da bir cay soğan ətbək yesinlər. Deyin gəlsin, söz verim. Şairimizin işgüzarı. Hədə bildim siz, Allah'tan sizin şeydir, sizin vəzifəniz nədir? Mühafizəsiz. Gəlir, bax, mən tutmağa. Yaxşı, söz verirəm, üzümü çəkməyəcəm, gəl. Bax, utanma. Çəkməyəcəm üzümü, gəl apar. Hər aparırsan, gəl apar. Gəlmədilər bu soğanları yeməyə bu deputatlar. Bəyənməzlər olan soğan ancaq kasıb təbəqəyə yeməyidir. Məni kimisi yesin, mədəsindən qan gəlsin. Kasıb xalqın yeməyidir. Onlar soğan gəlmir. Gəlmədilər. Getdi, o da orada gizləndi.
Burada söz demək olmaz. Bunlara söz demək olmaz. Bunlara söz demək olmaz. Bunlardan nəsə haqq istəmək olmaz. Ay millət, buradan kim soğan çörək yiyir, məni kimi. İsti ocağı dolu, bucağı yoxsa da gəlin haqqınızı istəyin, gəlin istəyin. Nətər qarnımızı da biz canlıyıq, biz qarnımızı doydura bilməyək mi? Mənim ağzımdan qan gəlir soğan çörək yeməkdən. Bu soyuqlu gündə, mənim nəyəsi ocağım, deputatlar gəlirdi. Deputatlar da gəlirdi. Nə oldu? Niyə gəlmədi? Deputatlar gəlirdi. Niyə gəlmədi? Nə oldu? Gəlmədilər bunlar. Kim soğan çörək yiyir, ay millət? Bax, gəlsin, bax, bura var, nədir? Bax, bura Sultan İlhamın hərəmxanalarından biridir. 30 ildir burada adam var, 30 ildir. 30 ildir oturublar burada. Qısır, bunlar süddən çıxmış qaşıqdılar. O qədər mi ütülənmiş adamdılar. Bunların hamısı Ramiz Mehdiyevin qurduğu sistemdir. İndi də Ramiz pis olubdur. Bunların hamısı onun sistemidir. Vətənə xəyanət eləyib. Vətənə eləyib, düzdür, xalqa eləyib. Amma İlham Əliyev sağ xəyanət eləməyib. İlham Əliyev. Sağ xəyanət eləməyib. Xalqa eləyib, bizə eləyib xəyanəti. 2003-cü ildə meydanda qan su yerinə gedirdi. Xalqı şirkət elədilər, döydülər. Səni hakimiyyətdə Ramiz Mehdiyev saxlayır. Yerini bərkidib, daha doğrusu. Yerini bərkidib de, indi Mamam Mehriban ehtiyac duymur. Mamam Mehriban tamahkarlığından Ramiz Mehdiyevin mülklərini əlindən alacaq. Var dövlətin əlindən alacaq. Yəni onun da bizə bir xalqa bir faydası yoxdur. Millətə bir faydası yoxdur. Xalq üçün heç bir faydası yoxdur. Onu hamısını öz dəbdəbəli həyatına xərcləyəcək, sərf eləyəcək. O öylərdir, villalardır. Hamısını. Xalqa nə faydası? Var dövlət burada əsas var dövlət Ramiz Mehdiyev yediyini yedi, yığdığını yığdı, səhəndə saxladı hakimiyyətdə. Su bardağı suda sınar, deməli. Özünü qurban verdi bu rejimə. Rejim qurdu. Onlar oradan məni niyə güdürlər də gəlsinlər, aparsınlar da. Polislər oradan məni güdürlər. Bu rejimə xidmət elədi, qurdu rejimi, bərkitdi, möhkəmlətdi.
İndi də rejimin qurbanı oldu. Su bardağı suda sınar. Ne oldu be? Niye gelmediler? Bugün də bura qonaqlığıymış. Mənim də xəbərim olmayıb. Mən plansız gəldim bura. Deməli bunların qonaqları gəlmişdi. Yumuq gözlər. Oradan polislər başını çıxardı. Başını niyə çıxardırsınız? Bugün qonaqları var idi. Yumuq gözlər idi. Kitaylar idi. Kitaydan yəqin ki Çinlilər idi gəlmişdi. Ya Koreya idi. Çindən olardı. Yəqin müşavirlər idi. Qonaqlar idi. Kimlər idi? Gəldilər. Ay İlham Əliyev, sən bir xalqına nətər baxırsan? Çırıq gəldilər burada şəkil çəkdirməklə dövlət. Deyirmi ki, sən xalqına nətər baxırsan? Bu insanlar nə qədər taleyini məhv eləyibsən bu insanların. Bu 22 ildə nə qədər insanların həyatını qara gətiribsən. Üşüyürəm, özüm də su yoxdur. Ağzımdan çotka xəstəliyinə tutulmuşam soğan çörək yeməkdən. Qonaq gələn qonaqda birinci soruşsun ki, əvvəl meçidin içi, sonra da çölü. Əvvəl meçidin içi, sonra da çölü. Qonaq, birinci qonağa yox. Adamın üstüne gəlmir. Və nəticə olaraq biz bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasın.